Yəqin ki, belə bir şey hiss eləmişsiniz ki, ağrı yadınızdan çıxanda ağrının özü də gedir. Yəni, beyninizdən, düşüncənizdən çıxanda bədəninizdən də harasa yox olur. Ta ki, kimsə soruşmayana qədər necəsən və ya ağrıyırsanmı və yaxud da ki, özünüz boşluğa düşüb, başınız qarışmayanda, artıq özünüz haqqınızda düşünəndə başlayırsınız yenidən özünüzü narahat hiss etməyə. Dərmanların çoxu da bu cür effekt verə bilir. Yəni, deyirəm, məsələn, simptomları yığışdırmır, amma sakitləşdirir. Yəni, yaddan çıxmağına şərait yaradır. Bəlli bir proses nəticəsində bu dəqiqə dərmanın təsirindən söhbət getmir. Yadımızdan çıxanda bizim bədənimizdəki reaksiya azalır. Yəni, ağrının şiddəti azalır. Hətta bəzən ağrı özü çıxıb gedir. Nəyə görə? Çünki biz daim olaraq hər hansı bir problem varsa, hər hansısa bir ağrı varsa, həqiqətən dayanmadan beynimizdə onu deyirik. Məsələn, başım ağrıdı. Hiss elədim ki, başım ağrıdı. Düzdür, başlayıram. Başım ağrıyır, başım ağrıyır. Yəni, diqqət eləsəz görəcəksiniz ki, arxa fonda gedir. Başım ağrıyır, başım ağrıyır, başım ağrıyır, başım ağrıyır. Yəni, bu bir afirmasiya kimi dayanmadan elə bir tapşırıq verirsiniz ki, ağrı keçməsin. Və yaxud da ki, məsələn, hər hansı bir ağrınız var, qorxursunuz ki, xəstələnə bilərsiniz də. Ayda birdən xəstələnərəm, birdən xəstələnərəm, birdən xəstələnərəm, xəstələnərəm. Yəni, bütün beynimizin gücünü, yəni həyatda reallaşdırma gücünü, yəni çünki təkrarlayırsan axı sən bunu nə qədər təkrarlayırsansa, bir o qədər də şiddətləndirirsən, bir o qədər gücləndirirsən. Başa düşürəm ki, ağrını görməzdən gəlmək çətin məsələdir. Amma burada maraqlı olan odur ki, ağrı varsa, oturursan, həqiqətən də o ağrıya baxırsan, bu ağrı mənə nə deyir, nə hiss elətdirir? Əgər bu praktikada varsa, bacararsınızsa, əla bir şeydir. Eləyə bilərsiniz. Yəni, ağrının içindən keçirsiniz, ora enerji göndərdiyiniz üçün rahatlama yaranır və yetəri qədər böyük fərq edir. Əgər bunu edə bilmirsinizsə, ən azından kontrol eləyin ki, beyninizə dayanmadan həmən cümlə təkrarlanmasın. Məsələn, bu hər şeyə aiddir. Məsəl üçün, sevilmirəm, 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 məndən alınmayacaq, başım ağrıyır, başım ağrıyır, başım ağrıyır, bir də xəstələnirəm, bir də xəstələnirəm. Yəni, o qədər təkrarlayırsınız ki, beyin artıq bunu bir tapşırıq kimi qəbul etdiyinə görə başlayır dayanmadan həmən impulsu ötürməyə. Yəni, insanın təbii ki, fonovo rejimə keçir bu bir müddətdən sonra. Ondan sonra çay istəyirəm, durdum, çay süzdüm, nə bilim, kitab oxumaq istədim, oxudum və ya halım yoxdur, oxumadım. Amma bunların hamısının arxa rejimdə də o cümlə təkrarlanır. Əgər fərqindəliyin üzərində işləsən və bunu eşitməyə başlasan, o dialoqu deməkdir, o təkrarlanmanı həm dayandırmaq olar, həm də müsbət tərəfə dəyişdirmək olar, amma rahatlıq, sakitlik hiss eləmək istəyirsənsə, sadəcə olaraq sakitləşdirmək olar. Enerji dəyişim proqramında sırf bu fərqindəliyin özümüzü proses olaraq anlamağımızın və bu prosesin içində bir fəsad olaraq yox, bir səbəbkar olaraq və idarəçi olaraq korreksiya edə biləcək bir personaj olaraq özümüzü formalaşdırmağı öyrənirik. Suallarınız varsa və yaxud da ki, proqrama qoşulmaq istəyirsinizsə, mənə yazın. Hələlik.